Atıl olacaq. Kişi doğuş zamanı necə kömək edə bilər? Adətən qadınlar doğuşa özləri ilə partnyorlarını aparırlar ki, özlərini qorunmuş və dəstəklənmiş hiss etsinlər. Amma həyat yoldaşınıza tapşıra biləcəyiniz konkret işlər siyahısı da var. Birincisi, doğum evinə qəbul zamanı sənədləri doldurmaq. Əgər sancılarla gəlmisinizsə, sənədləri özünüz doldurmaq asan olmayacaq. Bu işi yaxınınıza tapşırın. İkincisi, qadına doğuş zamanı rahat pozisiyalar tutmaqda və hərəkət etməkdə kömək etmək. Sancıları keçirmək üçün söykənə biləcəyi bir insana ehtiyac olacaq. Üçüncüsü, onun əlləri olmaq, lazım olan şeyləri ona vermək və gətirmək. Məsələn, qadına sancılardan sonra masaj yağı və ya su lazım ola bilər. Dördüncüsü, bel nahiyəsinə masaj etmək, doğan qadının xahişi ilə bədənini ehtiyatla yoğurmaq. Beşincisi və ən vacibi, qadına dayaq olmaq, ona qayğı və dəstək göstərmək, yeni bir insanın doğulmasının iştirakçısı və şahidi olmaqdır. Bu, çox dəyərli və həyəcanlı bir hadisədir.